Mövzusunun izahına baxırıq. Deməli, demişdik ki, nitq hissələri iki qrupa bölündü. Əsas nitq hissələri və köməkçi nitq hissələri. Say da əsas nitq hissəsidir və əsas nitq hissəsi olduğuna görə sayın həm leksik mənası var, həm də qrammatik mənası var. Deməli, leksik mənasına görə ifadə etdiyi mənaya görə gedirdik. Qrammatik mənası da onun elə əsas nitq hissəsi olması, sualları sayın olacaq qrammatik mənası. Deməli, say əsas nitq hissəsi oldu və əşyaya aid olur, yəni əşyanın ya miqdarını bildirəcək, ya da sırasını bildirəcək. Sualları da bu miqdar və sıraya görə müəyyən olunur ki, sayın sualları hansılardır? Neçə, nə qədər, bir də neçənci sual var. Bu olur sayın sualları. Deməli, əşyaya aid oldu və ya isimləşə bilən sözlərə də aid ola bilər. Biz əşya deyəndə ismi nəzərdə tuturuq, amma isimləşə bilən, yəni sifətə də aid ola bilər. 2 qoca gəldi, 3 nəfər gənc gördüm və bu formada istifadə oluna bilər. Və daha sonra dedik ki, sayla bağlı ki, miqdar və sıra sayları olur. Bu da sayın nəyi olacaq? Məna növləri. Deməli, sayın məna növü mövzusunda diqqətli olaq. Deməli, məna növləri deyəndə bəzən testlərdə çaşdırır ki, doğrudur, yanlışdır fikir şəklində ki, sayın 3 məna növü var, 4 məna növü var. Burada diqqətli olmaq lazımdır. Çünki say məna növünə görə 2 qrupa bölünəcək. Miqdar sayları, bir də sıra sayları. Biz miqdarın özünü 3 qrupa bölürük. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları, bir də kəsr sayları şəklində. Müəyyən miqdar sayları əşyaya aid olur, yəni isim və ya isimləşə bilən sözlərə aid olur və onların konkret miqdarını bildirəcək. Yəni biz burada sayı dəqiq şəkildə bilirik. Konkretlik olacaq, yəni konkret miqdarını bildirdi. Daha sonra müəyyən miqdar sayları sualına görə neçə, bir də nə qədər sualına cavab verir. Və ən əsası yadda saxlayaq ki, müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə olmalıdır. Cəmdə işlənə bilməz, tək də işlənəcək. Amma belə bir qeydimiz var ki, bəzi hallarda cəmdə işlənə bilir. Bu nə vaxt olacaq? Qeyd kimi dəftərə mütləq şəkildə yazaq ki, müəyyən miqdar saylarından sonra zaman mənalı isim gələrsə, zaman mənalı isim nədir? Tutaq ki, əsrdir, saatdır, gündür, ildir, bax bu tip sözlər gələrsə, müəyyən miqdar sayı cəmdə işlənəcək və bu norma pozuntusu da sayılmayacaq. Yadınızdadırsa, normanı keçəndə demişik biz orada ki, müəyyən miqdar sayından sonra isim cəmdə gəlsə, qrammatik norma pozulurdu. Amma zaman mənalı isim gələndə cəmdə də işlənsə, tək də işlənsə, norma pozuntusu kimi götürmürük. Qeyd olaraq yazaq qeydimizi. İndi isə miqdar sayların növlərindən baxaq. Bir də testdə nədə diqqətli olaq? Bəzən yazır ki, hansı variantda miqdar sayı var. Miqdar sayı olanda uşaqlar bəzən gedib təkcə müəyyəni axtarır. 1, 2, 5, 10, 100, amma miqdar deyirsə fərqi yoxdur. Kəsr varsa kəsri də götürmək olar. Daha çox kəsri götürmürlər, ya qeyri-müəyyən miqdar sayı kənarda qalır, amma əsas odur ki, hamısı miqdar sayıdır. Ona görə miqdar sayı deyəndə fərqi yoxdur. Müəyyən, qeyri-müəyyən, kəsr. Hansı olsa götürürük, amma sıra sayını götürmürük. Amma ümumilikdə say var desə, hansı olsa götürə bilərik. Müəyyən, qeyri-müəyyən, kəsr və ya sıranın özü. Hansı olsa götürə bilərik. İndi isə keçək müəyyən miqdar saylarına. Qeydimiz də burada olduğu kimi dəftərə qeyd eləyək. Müəyyən miqdar saylarından sonra zaman mənalı isim gələrsə, dedik ki, İsim təkdə də ola bilər, cəmdə də ola bilər. Hər ikisi düz olacaq. Yəni təkdə olmağı da, cəmdə olmağı da. Və burada qrammatik norma pozuntusu sayılmayacaq. Yəni norma pozuntusu kimi götürmürük bunu. Daha sonra keçirik deməli müəyyən miqdar saylarının numerativ sözlərlə işlənə bilmə qaydası. Belə bir qaydamız var ki, müəyyən miqdar sayı və isim arasında numerativ söz gələ bilər. Numerativ sözlər nələrdir? Başlayaq oradan, yəni nəfərdir, ədəddir, dənədir, bu tip sözləri biz numerativ sözlər götürürük. Və nəyi yadda saxlayaq? Bəzi sözlər var ki, onlar əsas vəzifəsi elə numerativ söz olmaqdır. Elələr də var ki, numerativ söz deyil, amma numerativ söz kimi istifadə edə bilərik. Numerativ sözlər olanlar, məsələn, nəfərdir, şəxsdir, dənədir, ədəddir, bunlar elə əsas vəzifəsi numerativ sözdür. Bir də məsələn, tutaq ki, vedrə var, qaşıq var, stəkan var. Bu tip sözləri biz numerativ söz kimi istifadə edə bilirik. Tutaq ki, deyirəm ki, bir qaşıq su.
və ya bir stəkan su, bir vedrə süd. Bax, bu tip ifadələrdə biz görürük ki, normalda adi bir söz kimi, əşya kimi istifadə olunan söz numerativ kimi işlənibdir və ya 5 maşın adam bu formada götürürük. Deməli, əsas qayda kimi dəftərə qeyd edirik ki, sözün numerativ söz olması üçün isim və say arasında gəlməlidir. Yəni, say, numerativ söz, sonra isim. Bu qaydanı ödəməlidir. Qaydamızı tamamlayırıq. Yəni, isim və sayın arasında gəlməlidir. Bu qaydamız ödəməlidir. Və güvəndə də belə bir sual var. Digər sınaqlar da qabağımıza çıxır ki, məsələn, yazır ki, hansı variantda numerativ sözün istifadəsində səhvlik var? Orada belə bir variant var idi ki, səni 5 nəfər gözləyir. Bəzi uşaqlar çaşıb bunu götürürlər, amma burada səhvlik yoxdur. Niyə səhv götürürlər? Düşünürlər ki, say var 5, nəfər numerativ, amma özündən sonra isim gəlməyibdir. 5 nəfər gözləyir. Amma burada səhvlik yoxdur. Çünki burada ümumiyyətlə numerativ söz yoxdur. Yəni, numerativ sözdə səhvlik olması üçün birinci orada numerativ söz istifadə olunmalıdır, işlənməlidir. Numerativ sözün işlənməsi üçün də mütləq qaydadır ki, say və ismin arasında gəlsin. Ona görə 5 nəfər adam gəldi, 5 nəfər gözləyir, 5 ədəd aldım. Bax, belə ifadələri qəti şəkildə nə numerativ söz götürmürük, nə də səhv qayda kimi götürmürük. Sadəcə olaraq istifadə olunan bir söz kimi gedəcək. Amma numerativ sözün istifadə qaydası nə vaxt səhv ola bilər? Tutaq deyirəm ki, 5 dənə oğlan gəldi. Burada dənə cansız əşyalara gedir. 5 ədəd tutaq ki, adam. Bax, burada səhvli olacaq artıq. Çünki ədəddir, dənədir, nəyə aid olmalıdır? Əşya anlayışına. Biz onu insana aid eləyə bilmirik. Bu halda deyəcək ki, numerativ sözün istifadəsində səhvə yol verilibdir. Yəni, səhvə yol verilmə məqamları bu anlayışlarda olacaq. Buna mütləq şəkildə bir də qeyd olaraq onu yadda saxlayaq ki, bəzən numerativ söz say və isim arasında işləndikdə kəmiyyət fərqinə səbəb ola bilər. Bu məqamda nə vaxt olacaq? Ən gözəl yol numerativ sözü cümlədən çıxardırıq. Çıxardanda əgər say dəyişdirsə, deməli kəmiyyət fərqi yaradıbdır. Məsəl üçün deyirəm ki, bir qucaq odun. Burada bir odun deyəndə bircə dənə odun nəzərdə tutuldu, amma bir qucaq odun deyəndə qucağımıza artıq nə qədər sığışırsa, say dəyişdiyinə görə kəmiyyət fərqi olacaq. Amma bir ədəd olsaydı, tutaq ki, bir ədəd odun olsa, bir odun, bir ədəd odun, heç bir say dəyişməsi olmadı. Ona görə burada biz kəmiyyət fərqini görmürük. Yəni, deyəcək ki, kəmiyyət fərqi yoxdur. Və ya 5 dəstə gül, 5 gül, bir də 5 dəstə gül. Say dəyişdiyinə görə kəmiyyət fərqi olmuş olacaq. Və bir də nəyi yadda saxlayırıq? Numerativ sözlər sayın quruluşuna təsir eləmir. Yəni, quruluşca növdə heç bir təsiri olmayacaq. Bir də ki, saylarda, yəni numerativ söz gələndə mənalara diqqət eləməliyik ki, tutaq ki, baş sözün istifadə olunma məqamı daha çox heyvanlarla bağlıdır ki, deyirəm 5 baş tutaq ki, qoyun bu formada gedir. Yəni, ev heyvanlarına aid olmalıdır. Testlərdə bəzən onu insan anlayışına, ailə üzvlərinə aid eləyirlər. Artıq burada deyəcək ki, numerativ söz səhv yerində işlənib. Yəni, istifadə olunmasında səhvlik var. Ədəd dənəni dedik ki, cansız anlayışlarda, cüt dəst qoşa olanlarda istifadə olunur. Sonra tikə sözü, məsələn, çörək, qənd, bu tip ifadələrdə istifadə edə bilərik. Topdur, yəni bu daha çox, məsələn, bir top iynə, parça, bu tip ifadələrdə qabağımıza çıxır. Bir də göz sözünü yadda saxlayaq. Göz də daha çox otaq, pəncərə, bu tip ifadələrlə istifadə olunacaq. Və bir də ki, numerativ sözün səhv yerində işlənməsi leksik normanı pozacaq. Yəni, leksik normanı pozulması qaydası kimi götürürük. Qeyri-müəyyən miqdar sayları yenə əşyanın yanında gəlir, yəni isim və ya isimləşə bilən ifadələrin yanında gələcək və qeyri-müəyyən miqdar saylarında müəyyəndən fərqli olaraq konkret miqdar bilinmir. Biz sayını dəqiq bilə bilmirik. Tutaq ki, müəyyən miqdar sayında 5 kitab deyəndə dəqiq şəkildə bilirdik ki, söhbət 5 kitabdan gedir. Amma qeyri-müəyyən miqdar saylarında tutaq ki, deyirəm ki, az kitab, çoxlu kitab. Burada artıq say dəqiq bilinməyəcək. Ona görə deyirik ki, qeyri-müəyyən miqdar saylarında əşyanın konkret miqdarı dəqiq şəkildə bilinmir.
Birinci qaydamız budur. İkinci ən əsas qaydamız odur. Testlərdə çox qabağımıza çıxır. Qeyri-müəyyən miqdar sayları yalnız nə qədər sualına cavab verir. Burada biz neçə sualını görmürük. Neçəni bir dənə təqribi təxmində görəcəyik, onu da deyəcəm qeyd olaraq. Amma ümumilikdə deyirik ki, qeyri-müəyyən miqdar sayları nə qədər sualına cavab verir. Neçə sualı yoxdur burada. Hətta bunu zərflə ortaq xüsusiyyətdə götürə bilərik ki, zərfin də neçə sualı yoxdur, qeyri-müəyyən miqdar sayının da neçə sualı yoxdur, nə qədərlə gedir. Daha sonra qeyri-müəyyən miqdar sayları quruluşca 3 cür ola bilər. Sadə, düzəltmə, bir də mürəkkəb. Və bunu qeyd olaraq da yazırıq dəftərə ki, qeyri-müəyyən miqdar sayları sayın yeganə məna növüdür ki, quruluşca 3 cür olacaq. Sadə, düzəltmə, mürəkkəb. Niyə yeganə məna növüdür ki, quruluşca 3 cür olur? Çünki nə müəyyən miqdar sayı, nə kəsr sayı, nə də sıra sayları. Quruluşca 3 cür ola bilməz. Ya mürəkkəb olur, tutaq ki, kəsr. Ya sadə mürəkkəb olur, müəyyən miqdar sayı, ya da düzəltmə mürəkkəb olur. Bu da aid olacaq sıra saylarına. Ayrıcı olaraq yazacağam bunları. Amma qeyri-müəyyən miqdar sayları yeganə məna növüdür ki, quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilər. Sadələrdə bilirik ki, bir kökdən ibarətdir. Məsələn, tutaq ki, yazıram bura xeyli nümunə olaraq. Düzəltmələrdə leksik şəkilçidən istifadə olunacaq. Sayın özünə aid leksik şəkilçiləri var ki, həmin leksik şəkilçiləri yazaq. Məsələn, larla və bunu birlikdə bir dənə leksik şəkilçi götürürük. Larca. Sonra lu bir dənə çoxlu sözündə görürük. Acıq, məsələn, azacıq, az sözündə görürük. Bunlar birlikdə bir dənə leksik şəkilçi kimi gedəcək və düzəltməni yaradırlar. Amma mürəkkəb sayları da leksik şəkilçi ola bilər. Bunu biz isimdə də demişik, sifətdə də demişik ki, əgər sözdə 2 kök varsa, istər 3 dənə, 4 dənə leksik şəkilçi olsun, fərqi yoxdur. Söz mürəkkəb sayılacaq. Bu məqama diqqət edək. Ayrıca olaraq bu hissələrdə deyəcəm. Deməli, düzəltmə ilə bağlı bu hissəsini bildik və keçirik mürəkkəblərə. Mürəkkəb sayılarda necə olacaq? Yəni qeyri-müəyyən. Tutaq ki, deyirəm biraz. Yazıldı ayrı, bir çox, bir sıra. Ayrı da yazıla bilər, bir qədər, məsəl üçün, o qədər. Bir də defislə yazıla bilər. Tutaq ki, deyirəm ki, 1-2. Bu da defislə yazılacaq. Bu tip saylara biz deyəcəyik ki, təqribi təxmini saylar. Deməli, qeyri-müəyyən miqdar sayları yalnız nə qədər sualına cavab verdi? Sadə, düzəltmə, mürəkkəb oldu. Və mürəkkəblərdə də şəkilçi ola bilər. Məsələn, deyirəm ki, 100 minlərlə. 100 minlərlə. 2 dənə kökümüz olduğuna görə biz bunu götürəcəyik mürəkkəb olaraq. Testlərdə ən çox çaşdıran məqam bununla bağlıdır. Yazır ki, hansı variantda düzəltmə sayı var? Uşaqlar görür ki, minlərləni baxır, larla şəkilçisi var. İşarələyir, gəlib səhv çıxır. Səhv çıxma səbəbi odur ki, minlərlənin qabağında axı 100-də var, 2 dənə kökü oldu. 2 kök olduğuna görə biz bunu mürəkkəb götürürük. Daha sonra təqribi təxmini sayılar var ki, bunlar qeyri-müəyyən miqdar saylarının bir növüdür. Bunu mütləq şəkildə yadda saxlayaq. Ayrıca bir növ deyil. Ona görə qeyd kimi yazırıq ki, təqribi təxmini sayılar qeyri-müəyyən miqdar saylarının bir növüdür. Amma onun bir növü olsa da, qeyri-müəyyən miqdar saylarına fərqləndirən xüsusiyyətləri var. Məsələn, fərqləndirən xüsusiyyətlər nədir? Neçə, nə qədər sualına cavab verir? Biz demişdik ki, qeyri-müəyyən miqdar saylar yalnız nə qədər sualına cavab verir. Amma təqribi təxmini saylar qeyri-müəyyənin bir növü olsa da neçə sualına da cavab verə bilər. Daha sonra qeyri-müəyyən miqdar saylarına demişdik ki, sadə düzəltmə mürəkkəb olur, amma təxmini saylar yalnız mürəkkəb olacaq. Çünki yaranma yolu 2 dənə yanaşı say gəlməsidir. 4, 5, 5, 6, 10, 15, 20, 25, 100, 150 bu formada gedir. Və bir də təqribi təxmini saylarından sonra gələn isimlər təkdə işlənməlidir. İsim təkdə olmalıdır. Tutaq ki, 1-2 adam. Və ən əsas qaydamızdan biri, buna ulduz qoyuruq. Təqribi təxmini saylar numerativ sözlə işlənə bilər. Tutaq
ki 1-2 nəfər adam, 5-6 ədəd qələm bu formada istifadə olunacaq. Və qeyd olaraq, ayrıca olaraq yazaq ki, qeyri-müəyyən miqdar sayları numerativ sözlə işlənmir, amma təqribi təxmini saylar numerativ sözlə işlənir. Bu qeydimizi yazaq. Qeyri-müəyyən miqdar sayları numerativ sözlərlə işlənmir. Qeyri-müəyyən numerativlə işlənmədi, neçə sualına cavab vermədi, amma təqribi təxmini saylar həm numerativ sözlərlə işlənə bilər, həm neçə sualına cavab verə bilər. Və bir də dedik ki, özündən sonra gələn isimlər tək-tək işlənməlidir. Qeyri-müəyyən miqdar saylarında amma belə bir qaydamız yoxdur. Təkdə də ola bilər, cəmdə də ola bilər. İndi həmin sayları yazacağam qeyri-müəyyəndəki, hansılar təkdə işlənməlidir, hansılar cəmdə işlənməlidir. Məsəl üçün, təkdə işlənənlər az, xeyli, bir qədər, biraz. Bunlardan sonra gələn isim təkdə olacaq. Sonra bir sıra bir çox var ki, bunlardan sonra gələn isim cəmdə olacaq. Bir də çox, çoxlu, bir də larca şəkilçisi olanlar, larca. Bunlar varsa, isim təkdə də ola bilər, cəmdə də ola bilər. Hər iki qayda düz olacaq. Tək, cəm. Hər ikisi də düz sayılacaq. Çox adam, çox adamlar. Çoxlu adam, çoxlu adamlar. Yüzlərlə insan, yüzlərlə insanlar. Hər biri düz gedəcək. Və bir sıra bir çox da yalnız cəmdədir. Bir sıra tutaq ki, məsələlər. Hətta bu güvəndə yenə imtahana düşmüşdü. Yazmışdı ki, bir sıra tələbə hazır idi. Belə bir cümlə idi. Bir sıra tələbələr olmalıydı. Bir çox auditoriyalar. Bax, bu formada gedəcək. Bunlara diqqət edək. Amma təqribi təxmini saylarda təkdə işlənəcək. Tutaq ki, 1-2 adam, tutaq ki, 1-2 nəfər adam fərqi yoxdur. Numerativ sözlə də istifadə elədikdə eyni qaydada gedəcək. Sonra kəsr saylarına baxırıq. Kəsr sayları tamın hissəsini bildirir. Riyaziyyatda keçdiyimiz deməli, kəsrlərdir. 2-də 1, 5-də 1, 0,1. Bax, bu formada olacaq. Sualları isə nə qədər, neçə hissə sualına cavab verir. Nə qədər? Yenə burada neçə sualı yoxdur. Neçə hissə sualı var. Sonra kəsr sayları yalnız mürəkkəb olacaq. Çünki biz kəsr saylarında 2 dənə, 3 dənə say yanaşı gətiririk. 3-də 1, 0,5. Bax, bu formada gedəcək. 3-də 1. Bu formada götürürük. Və kəsr saylarının yaranmasında qrammatik şəkilçisi istifadə olunur. Qrammatik şəkilçi hansıdır burada? Yerli hal şəkilçisidir. 3-də 1, 5-də 1. Yəni, burada dadə şəkilçisindən istifadə oluna biləcək. Kəsr sayları amma numerativ sözlərlə istifadə olunmur, yəni işlənmir. Qeyri-müəyyən miqdar saylarda işlənmir, kəsr saylarda işlənmir. Qeyd edirik ki, numerativ sözlərlə işlənmir. Sıra saylar isə əşyanın sırasını bildirəcək. Sualları isə neçənci və hansı sual olacaq. Bir də hansı sualı. Hansı sualına diqqət eləyək, çünki sıra sayları bəzən hansı sualına cavab verə bilir. Bu da sifətlə ortaq xüsusiyyət kimi götürülür və testlərdə qabağımıza çıxır. Yazır ki, hansı variantda sifətə daha yaxın olan say istifadə olunubdur. Biz də orada sıra sayını götürməliyik. Çünki sıra saylarda sifət kimi hansı sualına cavab verə bilər. Birinci siniflər, neçənci siniflər və ya hansı siniflər. Hər iki forma düzdür. Ona görə sayla yaxın, daha doğrusu sayla sifətin ən yaxın olan məna növü sıra saylarıdır. Sıra saylarının yaranmasında mütləq şəkildə ıncı şəkilçisi olmalıdır. Incı leksik şəkilçidir. İncı şəkilçisi yoxdursa sıra sayından söhbət gedə bilməz. Yəni incı şəkilçisi mütləqdir. Və incı leksik şəkilçisi olduğuna görə sıra sayları sadə ola bilməz. Ya düzəltmə olacaq, ya da iki kök gələcək, olacaq mürəkkəb.
Yenə ən çox çaşdıran məqamlar sadə düzəltmə mürəkkəb məsələsində olur ki, sadədə çox da yox, mürəkkəb və düzəltmədə çaşdıra bilər ki, necə qeyri-müəyyəndə biz demişdik ki, larla larca düzəltmədə də ola bilər, mürəkkəbdə də, burada da eyni qaydadır. Məsəl üçün deyirik ki, 5-ci 5 sözün köküdür, ıncı leksik şəkilçidir. 15-ci desək, burada artıq 2 kök olduğuna görə bu olacaq nə? Mürəkkəb. Deməli, bu mürəkkəbdir, digəri isə düzəltmədir. Burada yenə diqqətli olaq. Desək ki, hansı variantda düzəltmə sıra sayı var, tək gedib ıncıya baxıb götürmürük. Əvvəlinə baxmalıyıq ki, görək burada əvvəlində başqa bir kök var ya da yoxdur. Sonra sıra saylarından sonra gələn isimlər. Təkdə də işlənə bilər, cəmdə də işlənə bilər. Hər iki qayda düzdür. Yəni, heç bir norma pozuntusu, səhvlik olmayacaq. Tutaq ki, deyirəm ki, 1-ci sinif, 1-ci siniflər, 10-cu sinif, 10-cu siniflər. Eyni qaydada gedir, heç bir norma pozuntusu yoxdur. Sonra sıra saylarında bir də nəyə diqqət eləyək? Bəzən sıra sayları qeyri-müəyyənlik bildirə bilər. Bu nə vaxt olacaq? Tutaq ki, daha çox zaman məzmununda gedir. 90-cı illər. 90-cı illər deyəndə biz konkret bir hansı sıranı dediyini bilmirik. 91, 92 hansı olsa götürülərək gedir. Ona görə qeyd olaraq yazırıq ki, bəzən sıra sayları qeyri-müəyyənlik bildirə bilər. Və bir də sıra saylarının yazılış qaydasına diqqət eləməliyik ki, sıra sayları 3 formada yazıla bilər. Bir hərflə yazıla bilər. Hərfi bilirik ki, tutaq ki, birinci hərflərlə yazılacaq. Ərəb rəqəmi və hərf. Yəni, tutaq ki, 5 rəqəmdən yazıldı, inci şəkilçisindəki o C olacaq hərflə. Bu artıq ərəb rəqəmindən olmuş sayılacaq və yazanda mütləq şəkildə. Bəzən yazır ki, hansı variantda sayın yazılışında səhv var. 5 inci şəklində verilsə, burada yazılış səhvdir. Yazılış belə olmalıdır. 5 C şəklində olmalıdır. Buna diqqət edək. Və bir də Rum rəqəmi dediyimiz, yəni Roma rəqəmlərindən ola bilər. Roma rəqəmlərini yazanda şəkilçidən istifadə olunmur, yəni şəkilçini yazmırıq. Bu ilə birinci sayılmış olacaq. Bu formada gedir və bir də nəyə diqqət edirik? Nöqtə qoyulmağı, mötərizə qoyulmalı da o C şəkilçisinə göstərmiş olur. Yəni 5 nöqtə 5-ci deməkdir. 5 mötərizə 5-ci deməkdir. Bu formada gedir. Bir də Roma rəqəmlərində bəzi rəqəmlər var. Onların yazılışlarını yadda saxlayaq. Testlərdə bəzən qabağımıza çıxır. Deməli, bunu bilirik ki, bu birinci deməkdir. Sonra V 5 olacaq, X 10 olur, sonra L 50 olacaq, C 100 olur, D 500, M 1000. Bu rəqəmlərin yazılışını niyə yadda saxlayaq? Bəzən tutaq ki, belə bir rəqəm verir, tutaq ki, L, X deyir, məsələn, bu 50 deməkdir və ya 60 deməkdir. Bunu düz və ya səhv olduğunu tapmalıyıq. Necə yadda saxlayaq? Əgər bu tərəfdə gəlibsə, bu plusdur, amma digər tərəfində gəlibsə, belə, bax, burada olanda minus şəklində, yəni çıxılma şəklində gedir. L 50-dir, X da 10-dur. Deməli, biz burada toplamalıyıq. Çünki sağ tərəfdə gəlirsə toplayırıq. Olur 60. Sol tərəfdə gəlirsə 50-dən, daha doğrusu burada biz 50-dir, bu da 10-dur. Yəni çıxırıq. Olacaq 40 şəklində. Bu formada yadda saxlayaq. Və Rum rəqəmlərində ən çoxu 3 dənə yanaşı gələ bilər. 4-cü yanaşı gəlməz. Məsələn, 30-u biz göstərəndə belə göstərdik. 3 dənə 10. Bu 30 olacaq. Amma 40-ı deyəndə 4 dənə qoya bilmirik. Artıq 50-dən 10 çıxmış oluruq. Bu formada gedirik. Və ya, tutaq ki, 7 yazanda 5, 2 dənə qoyduq, bu olur nə? 5. Çünki toplayırıq, üstə gəlir. 4-ü yazanda bir dənə çıxırıq. Bu da olacaq 4. Bu formada tapmış oluruq. Və ya başqa bir neçə dənə də rəqəmlərlə baxaq. Məsələn, dedik ki, D 500-dür. Tutaq ki, bizə deyir ki, 600-ü yaz. 600-ü yazanda biz 500-ün üstə 100 gəlməliyik.
Üstə gəlmədə sağ tərəfdə. Deməli D sonra C gələcək. Bu da olur 600. 400 desə C-ni çıxırıq. Yəni belə olur. C və D şəklində bu da olacaq 400. Bunu da yadda saxlayaq, çünki qabağımıza testlərdə çıxır. Bu hissələri bitirdik. İndi sayın quruluşca növlərindən ümumi şəkildə danışaq. Sayın ümumilikdə digər əsas nitq hissələri kimi quruluşca 3 növ var. Sadə, düzəltmə, mürəkkəb. Amma burada növlərinə, məna növünə böldüyümüzə görə müəyyən, qeyri-müəyyən, kəsr və sırada fərqliliklər özünü göstərir. Məsələn, müəyyən miqdar sayları quruluşca sadə, bir də mürəkkəb ola bilər. Düzəltməsi yoxdur. Qeyri-müəyyən miqdar sayları sadə, düzəltmə, mürəkkəb ola bilər. Kəsr sayları mürəkkəb olur. Sıra sayları daha doğrusu düzəltmə və mürəkkəb olur. Və qeyd olaraq yazırıq ki, sayın digər əsas nitq hissələrindən əsas fərqi odur ki, sayın özündən yaranır. Bax, testdə bu formada düşür, ona görə qeydi bu formada yazırıq. Yazır ki, sayın digər əsas nitq hissələrindən fərqi nədir? Əsas fərqimiz olacaq ki, elə sayın özündən yaranır. Qeydimizi Məsələn, deyirəm 5, 15, 25, 5, 5-ci, biraz. Hamısı sayın özündən yaranacaq. Bəziləri var ki, daha çox sıra sayında görürük ki, sayın özündən yaranmır, kənara çıxma kimi. Məsələn, deyirəm ki, axırıncı, sonuncu, filanıncı. Bu tiplərdə görürük ki, sayın özündən yaranmayıb, amma kənara çıxma olacaq. Amma qayda olaraq əsas götürürük ki, sayın özündən yaranır. Və qeyd olaraq yazırıq ki, say düzəldən leksik şəkilçilər millidir. Qeyd, say düzəldən şəkilçilər millidir. Say düzəldən şəkilçilərdə yazıram. Incı, sıra düzəldən, larla qeyri-müəyyən düzəldən, larca yenə qeyri-müəyyən düzəldən, çoxlu düzəldən, lu qeyri-müəyyən, azacıqdakı acıq şəkilçisi bunlar milli şəkilçilərdir. Digər bir qeydimizdə yazırıq ki, sayların əksəriyyəti millidir. Millidir. Tutaq ki, 1, 2, 3 bu formada gedir və istisnamız var. İstisna hansı olacaq? 0, milyon, milyard, trilyon, 80. Bir də bəzən testlərdə soruşur, doğru yanlışdır kimi. Deyir ki, müəyyən miqdar saylarının sadəsi 23 dənədir, bu düz fikir olacaq. Qeyd olaraq dəftərə yazaq, müəyyən hissədə deməmişdik, yaylıcı olaraq qeyd olaraq bunu yazaq. Qeyd kimi yazırıq ki, müəyyən miqdar saylarının sadəsi 23 dənədir. Bu sayı yadda saxlayaq. Çünki doğrudur, yanlışdır şəklində qabağımıza çıxır. Və say cümlədə əsasən təyin olacaq. Sifətlə bu şeydə oxşuyur. İsmin yanında gəlməsidir, ismi izah eləməsidir, əsasən təyin olmağı ortaq cəhətdir. Amma sifət kimi isimləşə də bilər. Tutaq ki, cümlədə mübtəda da ola bilər, tamamlıq da ola bilər, isimləşdikdə bu formada gedir. Əsasən təyin olacaq. Bir də xəbər də ola bilər. Tutaq ki, birincidir, neçəncidir, bu formada xəbər də ola bilər. Amma biz deyirik ki, əsasən təyin olur, amma mübtəda, tamamlıq və xəbərdə ola bilər. Bir də bəzi sözlərimiz var ki, yəni saylarımız, onlar zərf də ola bilər. Tutaq ki, azdır, çoxdur və s. artıra bilərik. Həm sayı ola bilər.
həm də zərf ola bilər. Məsələn, deyirəm ki, az adam ismin yanında gəlirsə say, feilin yanı gəlirsə zərf olacaq. Buna da diqqət edək. Az danış zərfdir, az adam say olacaq. Bunlara diqqət eləməliyik və bir də bunlar amonim sayılmayacaq. Amonim deyil. Amonim olmama səbəbi odur ki, biz demişik ki, deyiliş, yazılış eyni, məna fərqli olsun. Burada tam məna dəyişimini görmürük. Ona görə amonim sayılmayacaq, buna da diqqət edək. Bir də bəzən çoxaltma dərəcəli sifəti tapın deyəndə uşaqlar gedib lap çox, lap az bu tip sözləri də götürür, amma burada çoxaltma dərəcəsi yoxdur. Çünki biz demişik ki, dərəcə anlayışı yalnız sifətdədir. Ona görə lap az, lap çox kimi ifadələr dərəcə sayılmayacaq. Biz sadəcə sifət say olaraq götürürük, deyirik ki, ədatla işlənib, qüvvətləndiricə ədatla.